Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib. Məlumata görə beynəlxalq şirkətlərdən birinə işə düzələn Ramin Həsənov tibbi müayinə zamanı həyatını dəyişəcək həqiqət öyrənib. Paytaxt sakini 8 il əvvəl ailə qurub, həmin nigahdan 7 yaşlı oğlu olduğunu düşünüb. 2 il əvvəl isə ər-arvad arasında nigah pozulub. Həmin vaxtdan bəri Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün müntəzəm olaraq aliment ödəyib. Lakin işə qəbul prosesi zamanı keçirilən tibbi yoxlama Ramində suallar yaradıb. Belə ki, analizlərin nəticəsi olaraq ona ata ola bilməsinin mümkünsüz olduğu deyilib. Eşitdiyindən şoka düşən Ramin əvvəlcə nəticənin səhv ola biləcəyini fikirləşib, belə bir şeyə inanmadığını söyləyib. Lakin atalığın müəyyən edilməsi üçün keçirilən DNT analizi də ilkin nəticəni təsdiq edib. Məlum olub ki, azyaşlının atası Ramin deyil. Daha bir dəhşətli məqam isə həkimin yazdığı rəydən sonra üzə çıxıb. Belə ki, mütəxəssislər DNT analizinin oxşarlığını müəyyən etdikdən sonra Raminin birinci dərəcəli qohumlarından şübhələnməyə başlayıb. Onun qardaşı olmadığı üçün atası Rizvan məcburi analizə cəlb edilib və uşağın atasının da elə Rizvan olduğunu təsdiqlənib. Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı həqiqəti etiraf ediblər. Qaynata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını, aralarında həmin gecə cinsi əlaqə baş verdiyini deyiblər. Onlar iddia ediblər ki, bu hadisə yalnız bir dəfə baş verib və sonralar təkrarlanmayıb. Qonşular da qaynata gəlinin sevgi münasibətlərindən şübhələniblər. Tibbi ekspertizanın nəticələri və etiraf edici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Raminin öz övladı kimi bildiyi uşaq qardaşı kimi tanınıb. Məhkəmənin qərarı ilə Raminin 2 il ərzində ödədiyi aliment məbləği ona geri qaytarılıb. Bundan əlavə uşağın saxlanılması ilə bağlı aliment ödəmə öhdəliyi onun və uşağının bioloji atasının üzərinə qoyulub.